Ayten xanım TikTokda Ləman kimlərdən misal. Ay canım, Ləman kimi deyəndə Ləman da Azərbaycanlı balamızdır. İndi müsahibə aldı da deyəndə ki, biraz inkişaf eləyin. Ləman da Azərbaycanlıdır. Ləman başqa millətin balası deyil ki. İndi o da TikTokerliyi seçib bu yolla o balasına çörək qazanır. Mən valla rastıma çıxmayıb mənim Ləman xanımın. Ola bilər əsəbləşdirmişsiniz, bir-iki dəfə ağzından nəsə biədəb söz çıxa bilər, amma o da artıq qayda qanun qoyulub. O da artıq qayda qanuna tabidir, əlbəttə. Amma ki, mən Ləman xanımda belə bir pis bir şey görməmişəm. Bilmirəm, siz nə istəyirsiniz o xanımdan? Nə verib ala bilmirsiniz? Ay, user adı ilə fake profildən yazan Ləmanın düşməni. Olub zaman əsəbləşdirmişsiniz, ağzından söz çıxıb, bugünkü günü yoxdur o şeylər. İndi oldu, bitdi, getdi də. Bir insanı neyniyək? Ömür boyu dışlayaq, olmaz axı. Hörək çoxdan bişdi də, yedim də. Mədinə xanım, səhifəmi, ekranımı tıklayın, səhifəmə abunə olun. Bəli, yazıblar, Ləman evli kişi ilə oturub durmuş ki, bəli, düppədüz. Evli kişi ilə evinə evli kişinin qırğın salıb, evli kişidən də qeyri-qanuni uşaq doğana əl çalırsınız. Yazıq Ləman indi ağzından bir biədəb söz qaçırıb, elə Ləman. Ləmana nə olub ki? Ləman elə xanımlardan 1000 dəfə qeyrətlidir. Mən sizə deyirəm. Mən sizə deyirəm bunu. Kimisə evin yıxmayıb, kimisə ailəsini dağıtmayıb, kimisə ərindən üzr istəyirəm ifadəmə görə qeyri-qanuni, bilirsiniz də qeyri-qanunla da el arasında bic deyirlər. Bic doğmayıb ki. Öz zəhməti ilə öz kütləni belə ətrafına toplaya bilib, iki kəlməni qoşub danışa bilmir bizim bəzi ziyalılar. O xanım o kütləni ətrafına toplayıbsa, qolunuzu vurub demir ki, mənə hədiyyə göndərin. Könüllü göndərirsiniz. Neynəməlidir? Azərbaycanlı balamızdır. İndi səhvi ilə, düzü ilə bizimkidir də. Səhvlərini də qanunla hər bir TikToker kimi ona da başa salıblar ki, bu şeylər olar, bu şeylər olmaz. Mən son vaxtlarda vəbşə o xanımda ümumiyyətlə bir pis biədəb bir şey görmürəm. Çox da gözəl də xanımdır. Hərdən də nəfəslə oxşadıram onu, qarışıq salıram. Rastıma çıxanda elə bilirəm nəfəsdir, canlı açıb. Yəni istəsə oxuyar da. Mən sizə söz deyirəm, güya bir çox oxuyanların səsi mi var ki, gedər fonogram da yazdırar, oxuyar, səhnə vidi də var, sevilir də. Yəni, indi mən demirəm ki, sənətkar kimi oxuyar. Bu, indiki qızlar ki var, şou proqramlarda yiyib günlərini keçirib, evlərinə çörək aparırlar, düz də eləyirlər, pis işlə məşğul deyirlər ki. Bəli. Belə. Mən müəllimə kimi danışıram, dostlar. Mən bu şeyləri müğənni kimi danışmıram. Mən müğənniliyim toyda. Evdə mən müəlliməyəm. Verilişimdə afətlə üzünə. Yəni, birbaşa. Sağ olun, Ayten xanım, çox sağ olun. Sizi mən o vaxtdan çox istəyirəm. Hə, dostlar, bir nəzərinizə də bir şey çatdırım ki, mən ilk dəfə pulsuz efirə Aynes dəvət edib, özü də əvvəlik yeməyi ilə sizin o vaxtı kanalda Ayten xanım Turan bəyin verilişi var idi, səhər-səhər. Orada hər bölgənin bir maraqlı yeməyi təqdim olunurdu. O cümlədən Tovuz Gəncəbasar zonasında mən dedim əvvəlik dəvət almışdım. Orada həm bir mahnı oxudum, bir də bu Tovuz tərəfdə ən çox sevilən əvvəlik yeməyini bişirmişdim. Hə, günə baxan verilişi, bəli. İlk dəfə məni efirə pulsuz Aynes çıxardım. Onda mən başa düşmüşəm ki, efirə pulsuz çıxmaq olarmış. Sağ olsunlar. Və onu da açığı onlar icazə almışdılar Mirşahi müəllimdən, demişdi ki, gəlsin. Yəni, Mirşahi müəllimə təşəkkür edirəm ki, mən ondan sonra efirlərə məndə belə bir müsbət fikir yarandı ki, deməli, efirə pulsuz da çıxmaq olarmış. Və ruhlandım, ondan sonra özlərimdə dayanmadan işlədim. Mahnımı tutan kimi də digər kanallar məni mahnımı tutandan sonra çağırdılar. Amma mənim mahnımı tutmadan məni Aynes televiziyası, o vaxtı Mirşahin müəllim, Vahid müəllim hamısına təşəkkür edirəm. Onlar məni pulsuz efirə dəvət. Onlar deyəndə onlar dəvət eləmir ki, yəni işçi icazə aldı mənim efirə çıxmağımı. Yəni hər adama da icazə vermirlər, əlbəttə. İnsan gərək efirdə də danışığın bilə, özünə apara bilə. Ona görə də o məndə həmişə bir xoş xatirə iz qaldı ki, efirə ilk dəfə şoka düşmüşdüm ki, mən necə efirə pulsuz çıxa bilərəm. O məndə o vaxtı Aynes televiziyası tərəfindən bax o sevgi yarandı efirlərə qarşı. Belə
1800-dən aşağı düşmədiniz. Mən canlımdan çıxmaq istəyirdim. Bir dənə də çayımın dəmlənmişkən bir dənə də çay içim. Bax, bu əvvəliklə dostlar, mən düz axşama qədər diyetam deyirəm sizə. Düz axşama qədər heç nə yeməyəcəm. Gecə axşam saat 8-də qatıq, xiyar, bir də qara çörək. Bunları qarışdırıb yeyəcəm. Qatığın içərisinə də bir çay qaşığı çiya toxumu qatacağım. O qarışımı da istəsəz sizin gözünüzün qabağınızda yaxşı sizinlə bərabər eləyərəm. Vəssalam. Görsəm ürəyim də sıyrılır. 3 qoz yeyirəm, bir alma. Yəni bununla da axşam yeməyim. Bütün yeməyin ana xəttində qoz alma, amma az eləyin ki, kökəltməsin. Qozu çox yəndə kökəldir. Burada bir Nərgiz xanım var. Yaman gülür. Tural. Nəyə gülürsünüz? Səhər eləsə bu səhər yeməyim idi. Mən acından gün orta duranlardanam. Zarafat edirəm. Toy vaxtı rejimim elə dəyişib ki, 3-ə 4-ə qədər artıq yata bilmirəm. 3-də 4-də yatdığım üçün gün orta saat 12-də qalxıram. 12-dən də sonra bir evi toparlamaq, havalandırmaq, bir duş almaq filan fəsmən. Bu gəlir çıxır saat 1-ə 2-yə. 1-də 2-də də budur, əvvəlik yedim. Sizinlə bölüşdüm. Başqa vaxtda əvvəlik olmayanda da məsələn bir soyutma yumurta yeyirəm, avokado, xırda çeri pomidorla, belə şeylər tox saxlayır axşama qədər. Əsas odur, mədəni dolduraq, amma kökəltməyən şeylərlə. Sizə deyim ki, hələ mən 4 aydır yeməyimə baxıram. 69-70 arası çəkim oynayır. Yəni gəlib 63-ə düşə bilmirəm. Ona görə də boyum 1.65. Çəkim də 69-70. Fizik qohumum deyil. Belə sosial şəbəkədən tanıyıram. Düzgün oğlandı. Bir çox müğənnilərin də moderatorıdır. Bizə kömək olur. Bəyə özüm sizi güldürmək üçün dedim ki, o cümlələri ki, belə biraz güləsiz də. Səhər-səhər sizə müsbət aura yaratmaq üçün. Bəli, qatığa çiyanı qatıb yeyə bilərsiniz. Mən çiyanı almışam keçən ildən. İndi baxıram ki, dostlar, 15 fevral 2025-dədir. Bir il sroku var bunun. Fevralın 15-də sroku bitəcək. İndi fevralın 15-nə qədər bunu istifadə edəcəm. Yəqin bura qədər. Bundan aşağını tullayacağım. Bunun da sroku var imiş. Bu şişir qatığın içində. Yəni suyun içərisində qəbul eləyəndə limon da sıxın ora. 2026-nın fevralında bitir də. Hələ fevrala var axı. Fevralın 15-də bitir. İndi bir həftədən sonra atacam getsin. Təzəsini alacağım. Normadan çox qəbul eləmək olmaz ha. Əks fəsadları olar. Mən bir dolu çay qaşığı istifadə edirəm gün ərzində. Adam var 2 çay qaşığı, bilmirəm. Mən ehtiyat edirəm. Hər gün bir çay qaşığı şişir. Mədə bağırsaqda tox hissi yaradır. Hə, Aytən xanım, sizin də moderatorunuzdur. Fizi. Nə yaxşı. Yox, Fizini mən insan tanıyanam azdan çoxdan da 25 ildir toylarda hər cür insan görürük deyə. Azdan çoxdan tanıyıram. Fizini də düzgün insan kimi tanıdım. Ona görə moderatorluğu hər adama da verə bilmirəm. Çünki düşmənlərim var. Onlar mənim ətrafıma, Aytən xanım, o qədər öyrədilmiş adamlar da göndərdilər. İstər sosial şəbəkədən, istər adi həyatda. Yəni mən ayıq olduğum üçün əllərindən bir iş gəlmədi. Amma Fizini qətiyyən onlardan görmürəm. Bayaqları əlbəttə izləyiciləri güldürmək üçün. Mən qətiyyən tanımasaydım heç vaxt ona moderatorluq verməzdim. Zaten Fizinin kifayət qədər özünün işi başından aşıb daşır. Fiziyə buradan nə ehtiyac var ki? Buradan Fiziyə nə xeyir var ki, yer gəlsə mən ondan xahiş eləmişdim. Bir yaxın adama moderatorluq vermişdim. O da başı çıxmır, uşaqdır. Durub mənim dostlarımı atıb bloka. Bəli, Aytən xanım deyir, düşməniniz varsa deməli sevilirsiniz. Belə bir hətta el arasında deyim də var. Biri belə bir misal var, hər zaman bunu deyirəm. Deyir ki, düşmənin yoxdursa deməli hələ sevilmirsən. Belə. Azərbaycan məhsulları, vallah mən yaşadığım yerdə elə bilirdim Azərbaycanlılar yoxdur. Marketə girmişəm, bir də görürəm
Bir kişi deyir, siz Müğənna Afət Fərman qızısınız. Mən də belə bez makyaj dedim, hə. Mağaza bunların, evin altında Azərbaycan mağazası var. Mürəbbələrin hamısını, bax bu mürəbbənin ağ gilas mürəbbəsi, hamısını göstərməyim lazım deyil. Buradan alıram. Üstə də yazıb Azərbaycan dilində ağ gilas mürəbbəsi, heyvan mürəbbəsi. Ondan sonra nə bilim o gün dedizi badam mürəbbəsi. Oradan alıram. Bax bu zeytun yağını da oradan almışam, amma yerli istehsal deyil. Zeytun yağı İtalyandır, İtalyan zeytun yağıdır. Yəni Moskvada elə mağaza işlədənlərin çoxu üzbəyiz o binanın altındakı Gəncəlilərdir. Bu binanın altında, birinci mərtəbədə. Mənim olduğum blokun altındakılar Bakılılardır. Gəncəlilər məni tanıdı. Buradan deyim də, qoy yalanımı açım. Dedim, xalası qızıyam. Başım zadım belə sarğılı idi. Elə viddə idim də, ona görə. Nə az onda doludur. Mürəbbə, valla ağız dadımıza uyğun olmur da başqa yerin mürəbbəsi. Ona görə biz artıq gözümüzü açıb Azərbaycanda öz mürəbbələrimiz, o bizə dadlı gəlir, yəni. Necə arıqlayın, çənənizi tutun, yeməyin, arıqlayın. İndi elə adam var ki, hormonal pozuntu ola bilər, mən onları demirəm. Allah köməklər olsun. Amma əgər orqanizman sağlamdırsa, yeyəndə kökəlirsənsə, yemə. Başınızı mənim canlımda qatın, yemək yaddan çıxsın. Mən ən çox da canlını evdə boş olanda niyə açıram? Yeməkdən uzaq qalıram. Hə, o adını yazdığınız şirkətin bizim tarla mən Bakıda olanda alırdım. Bəyəndiklərim də var idi. Amma gəlin etiraf eləyək ki, məsələn, Gəncədə ev xanımlarının hazırladığı ağ gilas mürəbbəsi, heyvan mürəbbəsi, bu bambaşqadır da, yəni. Naxçıvan mürəbbələri və Ordubatdan gəlmə. Sonra Bakılıların evdə düzəltdiyi mürəbbələr, Qarabağlıların, Lənkəranlarına. Hər an yadımdan çıxartdımsa, üzürlü sayın. Çörək şirniyyat, hə, yeməyin. Mən dostlar özümdən danışacağım. Mən çörək yeməyəndə yaddaşım gedir, mahnının sözləri yadımdan çıxır. Ona görə mən gün ərzində bir kusok çörək yeyirəm. Yo, niyə qəşəkdir? İtalyan zeytun yağı çox qəşəkdir. Moskvanın arasında Ryazansk prospekt, metro Okskaya. Məndə evim həyətə baxır, evin o tərəfi prospektə baxır. Yəni, mənim pəncərəm prospektə baxmır, yaxşı kitab baxmır, səs küylüdür ora. Mən o vaxtı Bakıda sizə 20-25 il əvvəlin söhbətini eləyirəm. Bu statistika komitəsindən yuxarı qalxanda sağda 5 mərtəbə var Xruşovka. Orada 5-in 5-ində mənim bir otaqlı evim var idi. Hələ təzə-təzə toylara gedirdim. Bir otaq ala bilmişdim. Yol kənarı idi. Maşınların səsindən yata bilmirdim. Mən elə ondan sonra oranı satdım, qaçdım. Başqa yerdən ev aldım. Ondan sonra həmişə prospektin kənarında ev alıramsa, biraz içəriyə baxan tərəfi seçirəm ki, səs-küy olmasın. Allah sizi qorusun. Çox sağ olun. Gözəl sözlər. Afət xanım, gözəl gözlüm. Oğlum əskərdir, bir dənə onun üçün üzümə edərsin. Vətən məni yetişdirib bu yerlərə yolladı. Bu torpağa qurban deyib Allaha ismarladı. Boş oturma, çalış dedi. Xidmət eylə vətənə. Südüm sənə halal olmaz. Sən başa sən düşmənə. Marş irəli, marş irəli. Azərbaycan əskəri. Dönməz geri, dönməz geri, Azərbaycan əskəri. Belə, Cavanşir Quliyevin musiqisi. O vaxtı əskər marşı deyirdik. Əskərlərimizi ruhlandırırdı bu marş. Çox sağ olun. Bu mahnı da sizin oğlunuza sağ-salamat dönsün. Atasına, anasına layiqli övlad olsun, vətəninə layiqli bala olsun. Gəlim toyunda oxuyum. Qızım deyir, oynayır. Ay, Allah saxlasın qızınızı. Var olasınız. Maraqlısınız, heç kimlə dalaşmadan. Belə çox maraqlısınız, deyir. Özünüzdən danışanda çox maraqlısınız. Kimlə? Mən valla dalaşıb eləmirəm. Bir dənə nümunə göstərin. Mən sizə təşəkkür edib və deyəcəm ki, halal olsun, düzdür. Rəsmiyə xanım, bayaq sizdən danışırdım ki, bir gözəl xanım var, gözəl oxuyur. Qabağa getməyin yollarını dedim. İndi bir dəfə də sizdən ötürü
açıqlayıram. Rəsmiyə xanım, sizin sənətiniz var, ona görə deyirəm. Hayıfdır, bu sənət yatmasın da, qalmasın. Nə edirsiniz? Bir təhər bu toylardan toparlayın, 1000 manat zat qırağa qoyun. Pullu efirlərdən reytingi yüksək olan show proqramlarda aparıcım birinə verin. Qalikim orada qarajdadır, sənə qurbandır. Nömrəni çıxardarıq da, bilinməz, nömrədən bilirlər mənimdir. Aparırsınız, deyirsiniz ki, bunu mən almışam. Təzə maşınımdır. Bütün səhifələr də yazır. Mən yazdıracağım bəzilərini. Sonra şey edirsiniz, deyirsiniz ki, İbrahim Tatlısəslə dueta hazırlaşıram. Sonra görsəz üstə düşüb jurnalistlər ki, nə oldu? Deyirsən ki, açdım efirdə dedim, oxumadı İbrahim, əsəbi acığı tutdu. Yəni, belə şeylər eləyirsən, canım mənim. Üçüncü də ayrı bir, bundan da bahalı reklam var, onu sir saxlayıram, fikrimizi uğurlayarlar. Olacaqsan məşhur. Həmin vaxtı da mahnıları təqdim edirsən. Zaten sən sənətin var deyə tutuzduracaqsan. Burada bir Yeganə xanım var. Bilməm, o da müğənnidirmi? Ona da öyrədirəm. Amma Yeganə xanım, siz tanımadığım üçün Qalinva genimi üzürlü sayın. Sizə yox, Rəsmiyə xanıma bu reklamda yönəldə bilərəm. Baxın da.